Can abi. Ben qəhərdən danışa bilmirəm. Vallahi. Allah qəbul Allah eləsin. Adam deyir öz fikrini sözlərlə ifadə eləyir. Amma bu elə hissdir ki, sözlə onu ifadə eləmək mümkün deyil. Mən bir dənə istəyim var ki, burada o hisslərim qəlbimdə qalsın. Ərbəyin ziyarəti mənə Amin. Allah qismət eləsin. Amin. Başqa istəyim yoxdur. Amin. Bu dəqiqə istəyim ancaq odur. Amin. Amin. Allah sizə də kömək olsun. Amin. Allah sizə yardımcı olsun. Sağ olun. Allah bu xeyir əməlinizdə, xeyir işinizdə həmişə bu imamlar vasitəçi olsun, şəfaətçi olsun, Allah da sizin yanınızda olsun. Çox sağ ol. Allah Təşəkkürlər razı olsun. Tural qardaş, Düzdür. nə hisslərdin? Düzdür, ikinci səfərdə gəlirəm mən bu ziyarətə, amma elə bil ki, birinci səfər gəlmişim hiss edirəm. İnsan içində yığır bütün arzularını, bütün dualarını ki, gəlsin, burada desin, istəsin. Gəlirsən, baxırsan, bir zərif, bir sən, baxışa qalırsınız. Heç nə deyə bilmirsən. İçində qalır hər şey. Deyirsən ki, ağa, sən özünü bilirsən. Can. Danışmağa ehtiyacın. Allah sənin hacətinə yetirsin. Amin. Amin. Allah qəbul elə. Ya Allah, salam olsun bizi izləyən dəyərli izləyicilərimizə. Həzrəti Əbəlfəzl Əbbas əleyhissalamın mübarək qəbrinin ziyarətindən hər birinizi salamlayırıq. Allah ziyarətimizi qəbul eləsin. Allah sizlərə nəsib eləsin ki, ağamızın müqəddəs ziyarətinə gələsiniz, namazlar qılasınız, dualar edəsiniz. Allaha həmd olsun ki, bugün Kərbəla zəvvarlarımızla bahəm İmam Hüseyn əleyhissalamın və Əbəlfəz ağanın ziyarətinə yetişdik. Allah qəbul eləsin inşallah. O gün olsun sizlərlə gəlib namazlar qılasınız, dualar edəsiniz inşallah. Hər birimizə duacıyıq. Birinci gün və birinci an ilk ziyarətimiz Əbəlfəz ağanın mübarək qəbrinin ziyarəti oldu. Allah ziyarətimizi qəbul eləsin. Allah arzusunda olanlara, həsrətini çəkənlərə Əbəlfəz ağanın mübarək qəbrinin ziyarətinə gəlməyi nəsib eləsin inşallah. Uğur Travel şirkəti olaraq hər birinizi ağamızın ziyarətindən salamlayır və sizlər üçün dua eləyirik. Allah qəbul eləsin.